çoxdandır klublar komitəsi bir yerə toplanmır. Amma əslində həmin o komitənin əsasnaməsində yazılıb ki, hər ay ən azı bir görüş keçirilməlidir. Yarım ildən çoxdur ki, bir araya gəlmirlər. Bu barədə biz AFFA-nın mətbuat katibi Elnur Məmmədlidən də soruşduq. Onun cavabı biraz qeyri-müəyyən oldu. Dedi ki, istənilən vaxt toplaşa bilərlər. Hərçənd dediyim kimi əsasnamədə bu komitə ayda azı bir dəfə görüşməlidir. Və son sədr Sabahın prezidenti Maqsud Ədigözəlov olub. Bilirik ki, orada o sədrlik biraz formal deməyək, amma müəyyən yazılmamış qaydalarla idarə olunur. Hər klubdan bir nümayəndə bir il orada rəhbər olur. Bir ildən sonra yeni sədr seçirlər və belə sədrlik ötürülə gedir. Turan Tovuzdan hələ heç kim orada rəhbər olmayıb. Mənə elə gəlir ki, Ehtiram Quliyevin klublar komitəsinə rəhbər seçilməsinin vaxtı çatıb və onun orada sədr olması bizim üçün, Azərbaycan futbolu üçün, klub futbolu üçün bir avantajdır. Çünki klublar komitəsində hər nə qədər hörmətlə yanaşsam orada olan şəxslərə hamısı işçidirlər. Öz klublarında baxmayaraq ki, prezident vəzifəsi daşıyanlar da var, amma bunlar maaş alırlar. Bunlar klub rəhbərləri deyillər. Əsasən ikinci, üçüncü şəxslərlə təmsil olunur klublar. Ehtiram Quliyev bəlkə də tək adamdır ki, klubun rəhbəri olaraq ora qatılırdı. Hətta dəfələrlə biz bu məsələyə də münasibət göstərmişdik ki, bəlkə qatılmasa yaxşıdır. Çünki onun rangında olan adamlar nədənsə klublar komitəsinə gəlmirlər. Amma klublar komitəsində sədr kimi olmaq Ehtiram Quliyev üçün artıq bir yeni imkanlar o baxımdan açır ki, bilirsən, orada olan adamların hansısa bir əhəmiyyətli maliyyə ilə bağlı qərar vermək kimi səlahiyyətləri yoxdur. Onlar gərək klubların rəhbərləri ilə birbaşa bir ünsiyyət qrubu onun icazəsini alsınlar. Ehtiram Quliyev öz pulunu özü qərar verən adamdır, milyonçudur. Ola bilər klub futbolu ilə bağlı o sədr olaraq müəyyən bir məsələlər görər. Öz cibinin vəsaiti ilə, maliyyəsini onları həll edə bilər ki, bu da bir klub futbolunun inkişafı üçün bir təkan olsun. Məncə bu ideya ətrafında klublarda düşünsünlər. Ümumiyyətlə, klublar komitəsi əvvəl müxtəlif məqamlarda demişik ki, o qədər də əhəmiyyətli deyil əgər icra komitəsində olan fikirləri keçmirsə. Amma klublar komitəsində olan şəxslərdən Maqsud Ədigözəlov icra komitəsindədir. Ən azı onun vasitəsilə o fikirlər o çatdırıla bilər. İkincisi də indi AFFA ilə klublar komitəsi arasında kommunikasiya da biraz fərqlidir əvvəlki illərdən nisbətdə. Ona görə məncə bu çox yaxşı fikirdir, çox yaxşı ideyadır və klublar komitəsi yenidən yığılaraq yeni sədr seçərkən bir mənalı şəkildə mən belə başa düşürəm ki, həm yazılmamış qaydalara görə Turan Tovuzun növbəsi çatıb, həm də ki, o statusuna görə, cəmiyyətdə yerinə görə, bir maliyyə imkanlarına görə Ehtiram Quliyev sədr olmaq üçün ən ideal namizəddir orada.